Reseti de götürecek. Ondan sonra fontu da lazım olacak, hattıymış da lazım olacak, hamısı lazım olacak. Böyle var. Bu başka mesele. Evet. Getirdik. Onun için burada evvelce buraya ilave edirik. Reseti. Ondan sonra ilave edirik. Style. Geldi? Sonra. Okey. Sonra ne ilgili? Ondan sonra dedik ki bizim burada bir tane header'ımız olacak. Bir tane main'imiz olacak. Bir tane de footer'ımız olacak. Sonra onları yani ki en azından ölçüleri ve background'ları düzeldək, hiç olmazsa bir şey yok. Yerde kalan bir şey kalsın. Yani grid hissesi bir şey kalsın. Tak. Deməli, header'da bizde ne var? Header'da bizde var böyle qaramat bir başlık. Böyle. Eyni renkli. Gradient de yoktu. Ve var böyle bir border olacak yadın ki. Onun için ve ben hündürlüğünü de ölçek hələlik. Yani bilirsiniz ki hündürlüğünü biz sonra böyle sonra yığıştıracağıq. Tak, deməli bordersız ölçürük çünkü bizde border box'tu. Hündürlüğü 95 pikseldi. Bura yazıram ki height'imiz olacak 95 piksel. Yerde kalanların hamısını bu kadar şey yazmıştık biz. Silirik. Yani. Ondan sonra dedik ki bunun background olacak. Neçə idi? Bir aydı, axırıncı bir C'di. Yani sərgəsiz verilib. Bunu da bir ay edirik. Və border button'ı eləyirik. Yəqin ki 5 piksel olacaq. Əgər 95'dirsə. Nerede? Elə 5'dir. Tak. 5 piksel solid rengi de bundan. Bu arada o bundan olan renk bizde sonra burada da ondan sonra olabilsin ki burada da istifade olunur. Onun için ben bunu root'a salırım. Sonra şu. Bu arada bir tane de şey var. Yok. Bunun rengi nedir? Footer'ın rengi nedir? Footer'ın rengi de bundandır. Onun için bu rengi de ben şeye salırım. Onun şeyi niye çıkmadı? Kvadratı. İşte. Okey. Header'dan kurtardık. Header'ımız okeydir. Ondan sonra gelirik footer'a. Footer'da vəziyyət nədir? Footer'da millət. Bizdə footer iki komponentdir. Yani iki tane hisseden ibarətdir. Bir burasıdır, bir de burası. Onun için ben burada iki tane div yaradacağım. İki tane div yaradacağım. Birisi məndə olacak mesela için. Footer 1. O biri olacak məndə misal için. Footer 2. Burada yazacağım ki
Bunun background'u. Bunun height'ı olacak. Mesela da ne kadarsa olacak. Ne kadar olacak? Təxminən 320 piksel olsun. Bunun background'u olur yenə tünd-boz. Bunun height'ı balacadır. 26 pikseldir nədir? 30 olsun neyse. Ve bunun background'u olacak. Böyle. Mavi. Evet. Bu da bizim footer'ımız. Beşik. Qalıb main. Tamam. Main'in təxmini hündürlüyü heç mənə dəqiq lazım deyil qəti şəkildə. Ardası 1300 pikseldir. Main 300 pikseldir. Ve bunun da background olacak. Allah bilir ne. Bakarız. Ne? Yani ki bunu biz bir renklə verənmərik bu şəkildə. Əgər belə bir şəkil varsaydın mesela ki bütövünü biz götürməyəcəyik, bu deməkdir ki bu nəsə belə təkrarlanan, belə teylik bir şeydir. Ona görə də hər hansı bir şeydən mən birdən kvadrat formasında burada bir şey götürəcəm. Kvadratın ölçüsü nə qədər olsun? Məsəl üçün 100 eləyə bilərik. Mən istəyirəm ki məndəki 128 olsun. Niyə 128? Çünki 2'nin qatıdır. Onun bölünməsi də hərçənd yoxdur onun elə belə ehtiyacı. Neyse. Copy, merge deyirəm. Ondan sonra buraya yapıştırıram, save eləyirəm, adını qoyuram main background. .jpeg 2 kilobaytlıq şeydir. Və bura background'a onu yerləşdirirəm. Deyirəm ki image'in içərisində olacaq. Əgər mən onu oraya tullasam, tullayıram. İmage oldu ki. Yes. Image'in içərisində göstərmir. Çünki şöyle çıxmaq lazım. Vay, elə yox. Image'in içərisində main background JPEG. Heç nə yazmıram və onu tail eləyəcək. Baxırıq bizim main'a, görürük ki bu background'udur, footer'ıdır, header'ıdır. Belə həqiqətən də qaramaq bir saytımız var, amma yeni olanımız budur. Ondan sonra bir dənə də şeyə tez bazar fikir veririk ki, bu saytda bütün məzmun istər header olsun, istər main olsun, istər footer olsun, hamısı konteynerin içərisindədir. Düzdürmü? Konteynerimizin ölçüsü 960 pikseldir. Onu da bura qeyd edək bir yerə. Yəqin ki, bura. Maksimum width 960 piksel. Margin auto. Okay. Və o bizdə hər bir yerdə olacaq. Bunun da içərisində olacaq. Ondan sonra main'in içərisində də olacaq. Hər iki footerların içərisində də olacaq. Yəni hamısını eyni konteynerə götürənmirəm, çünki backgroundları boydan boyadır. Konteynerlər ancaq məzmundur. Onun üçün prinsipcə budur. Millət prinsipcə belə baxanda yerdə qalan şeyləri gələn dərsdə inşallah eləyərik. Böyle mürekkep kimi görsənir və deyə bilərsiniz ki, biz hər bir sayt üçün adətən 2 dərs ayırırıq filan. Gridlə məşğul olduğumuz vaxtı ona ehtiyacımız qalmır. Yəni ki, əsas bəlkə də ən çox yer, vaxt bizim gedəcək header'a. Sürpriz. Bu boyda main isə, yəni həqiqətən də olduqca tez bazar həll eləmək mümkündür.
Onun için çok darıxmayın. Her şey bomba olacak. Bunları ben size göndermirəm çünkü ihtiyaç yoktu. Calendars'ta bunu da bitirdikten sonra onu göndereceğim ve bu saytın geri kalan hisselerini düzenleyeceksiniz. Her gün.